Salam dostlar. Söz verdiyim kimi artıq kanalı aktiv istifadə edəcəm. Və bu gün mən sizinlə Xref komandasının izahını vermək istəyirəm. Xref nədir? Əvvəl onu izah eləyək. Xref bir neçə DVG faylıdır. Məsələn, bir layihə üzərində iş görə mən bunu sizə izah eləyim. Xref bir neçə DVG formatının deməli, mən burada indi save eləyirəm. Digər ikinci işi də save eləyək. Məsələn, bir neçə DVG formatını biz save eləyib yaddaşda saxlayırıq. Deməli, 2 dənə DVG formatıdır. Biz bu iki formatı kopyalamadan, kopyalamırıq, copy-paste və s. belə şeylər eləmirik. Kopyalamadan öz işimizin üzərinə bunu qoşma kimi gətirəcəyik. Qoşmada dəyişiklik olduqda, məsələn, ikinci bizim çəkdiyimizdə dəyişiklik olduqda, birinci işin üstündə avtomatik olaraq yeniləyə bilirik. Məsələn, indi buradan başlayaq. Drawing 1-də biz Xref yazırıq. Belə bir hissə gəlir. Biz əvvəlcə üstündə qalçıqanı vururuq. Burada nə qoşmanı, hansı qoşmanı əlavə eləmək istəyirik? Biz attach DVG. Bunu vururuq. Avtomatik olaraq işlər gəlir. Biz drawing 2-ni bayaq qeyd elədim ki, üstünə gətiririk. Burada qalçıqalar belə yanlı ola bilər. Onların hamısını söndürürük. Bu formatda attachment və s. bunların hamısı bu formada qalır. OK vururuq. Gördüyümüz kimi avtomatik bu gəldi. Buranı bağlayaq. Görürsünüz ki, bu boz rəngdə görünür burada. Drawing 2-də də eyni şeydir. İndi biz məsələn burada ikinci işdə nəsə bir dəyişiklik eləmək istəyirik. Line-la bunların ortasına xətt çəkə bilərik. Biz bunu burada save edirik. Eyni işin üstünə gəlirik. Drawing 1. Burada aşağıda bizə gəlir ki, Drawing 2-ni yeniləyə bilərsiniz. Yəni dəyişiklik olub, yeniləmək istəyirik. Bu üstünə vururuq. Yaşıl. Və görürük ki, həmin o istədiyimiz hissə gəlib burada çıxıbdır. Bu qədər sadə. Əgər biz burada digər işin, layihənin asan bir şəkildə bu işin üzərində artıq oturmasını istəyiriksə, Xref yenidən yazırıq. Deməli, Drawing 2, sağ düymə eləyirik, bind eləyirik. Burada iki hissə var. Bunlar nə deməkdir? Insert bind elədikdə obyektlər birləşir, layerlərin adı eyni qalır. Amma bind elədikdə layerlərin adları da dəyişir və bu zaman qarışıla bilər. İndi bizdə layerlər yoxdur, sadə bir şey deyə mən elə bind eləyirəm və burada avtomatik olaraq hər şey üst-üstə gəlib düşür. Gördüyümüz kimi hamısı da eyni rəngdədir. Xref komandasının müsbət tərəfləri nələrdir? Faylı ağırlaşdırmır, dəyişiklik eyni anda baş verir. Məsələn, bir işçimiz, bir layihə işləyirik, 3 nəfər işçidirsə, biri yolları çəkir, digəri evləri, tikililəri çəkir, digəri ağacları çəkir. Bunları eyni zamanda hamısını bir layihənin üzərinə yığmaq çox rahat olur. Bu zaman həm komanda işi asanlaşır, həm də vaxtınıza qənaət etmiş olursunuz. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Videoyu bəyənməyi unutmayın. Zəhmət olmasa kanala da abunə olarsınız. Təşəkkürlər. İnşallah videoların davamı daha tez-tez gələcək.